Salam, hamınızı xoş gördük. Bugün dünyanın diqqətini cəlb edən mühüm geosiyasi hadisədən danışacağıq. Rusiya prezidenti Vladimir Putinin Hindistana 2 günlük səfəri həm regional, həm də qlobal güc balansı baxımından çox mühüm siqnallar verir. ABŞ-ın Dehliyə təzyiqləri, Rusiya-Hindistan münasibətlərinin tarixi dərinliyi, silah tədarükü, enerji əməkdaşlığı və Ukrayna böhranı fonunda böyük diplomatik oyun. Bütün bunlar Putinin Hindistan səfərini adi dövlət səfəri yox, geosiyasi teatrın yeni pərdəsi halına getirir. Rusiya lideri Vladimir Putinin Hindistana səfəri ABŞ-Hindistan-Rusiya üçbucağında həssas tarazlığın yaşandığı bir dövrdə baş verir. Vaşinqton uzun müddətdir Dehliyə təzyiq göstərir. Onu Rusiya enerji resurslarından və hərbi texnologiyalarından uzaqlaşdırmağa çalışır. Lakin baş nazir Narendra Modi manevr imkanlarını qoruyur və Moskva ilə əlaqələri qoparmağa tələsmir. Bu addımın kökündə iki ölkə arasındakı tarixi yaxınlıq dayanır. Sovet İttifaqı ötən əsrin ortalarında Hindistan və Pakistan münaqişələrində Dehlini açıq şəkildə müdafiə edib və bu Hindistanda hələ də yüksək qiymətləndirilir. Məhz bu tarixi yaddaş Putinin bu gündə isti qarşılanmasına səbəb olub. Səfər ən yüksək protokol səviyyəsində həyata keçirilir. Putini hava limanında şəxsən Modi qarşılayıb. Qonaq ən ali statusa uyğun olaraq sağ tərəfdə əyləşdirilib. Dehlinin küçələri Rusiya bayraqları və Putinin portretləri ilə bəzədilib. Təhlükəsizlik tədbirləri isə maksimum səviyyədədir. Snayperlər, gücləndirilmiş polis postları və məhdudlaşdırılmış zonalar. Sammitin gündəliyi genişdir. Moskva iqtisadiyyat, enerji və müdafiə sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Hindistan isə ABŞ və Rusiya arasında balansı qorumağa çalışır. Dehli ucuz Rusiya neftinə hələ də yüksək tələbat göstərir. Çünki 1,4 milyardlıq əhalinin enerji təminatı bu mənbədən asılıdır. Bu da ABŞ-ın narazılığına səbəb olur və Trump administrasiyası Hindistandan idxala 50% rüsum tətbiq edib. Hindistan üçün təhlükəsizlik və müdafiə məsələləri prioritet olaraq qalır. Dehli həm öz hərbi istehsalını artırmağa, həm də Rusiya daxil olmaqla xarici tədarükü təmin etməyə çalışır. Rusiya bu sahədə əsas tərəfdaş olaraq qalır. Sammit çərçivəsində Hindistanın əlavə S-400 hava hücumundan müdafiə sistemləri alacağı gözlənilir. 2018-ci il sazişi əsasında 3 belə kompleks artıq Hindistana təhvil verilib. Hindistan ekspertləri bildirirlər ki, S-400 son illər Hindistan-Pakistan gərginliyində özünü yaxşı göstərib. Qərb mətbuatı Moskvanın Hindistana Su-57 qırıcılarını da təklif edə biləcəyini yazır. CNN məlumatına görə burada maraqlı vəziyyət yaranır. Rusiya Hindistanın Pakistana qarşı müdafiəsini gücləndirir, amma həmin silahlar lazım gəlsə, Dehlinin Çinlə toqquşmada da işinə yaraya bilər. Bununla belə 2020-ci ildəki Himalay münaqişəsində tərəflərin hətta odlu silahdan belə istifadə etməməsi Çinlə geniş miqyaslı toqquşma riskinin hələ ki aşağı olduğunu göstərir. Sammitin əsas istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Hindistan Rusiyaya kənd təsərrüfatı, dərman və tekstil məhsullarının ixracını artırmaq istəyir. Bunun üçün qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılmasına ehtiyacı var. Eyni zamanda Dehli Rusiya gübrələrinin uzunmüddətli tədarükünü təmin etmək niyyətindədir. Ekspertlər həmçinin Hindistandan Rusiyaya ixtisaslı mütəxəssislərin axınının perspektivli əməkdaşlıq sahəsi olduğunu bildirirlər. Ukrayna böhranı fonunda isə Dehli ehtiyatlı diplomatiyaya üstünlük verir. Modi Rusiyanı qınamaqdan çəkinib və yalnız dialoqa çağırışla kifayətlənib. Hindistanlı ekspertlər hesab edir ki, Dehli vasitəçi rolunu üzərinə götürmək istəmir. Çünki bu həm Moskva, həm də Vaşinqtonla münasibətləri çətinləşdirə bilər. Beləliklə, Putinin Hindistana səfəri təkcə iki ölkə arasındakı münasibətlərin yox, həm də qlobal güc balansının göstəricisidir. Hindistanın ABŞ və Rusiya arasında diplomatik tarazlığı qorumaq cəhdi, Dehlinin enerji və müdafiə təhlükəsizliyinə dair prioritetləri, eləcə də regionda güc balansının dəyişməsi, bütün bunlar qarşıdakı dövrdə həm Asiyada, həm də beynəlxalq arenada yeni proseslərin xəbərçisi ola bilər. Bu səfər həm Rusiya, həm Hindistan, həm də Qərb üçün diqqətlə izlənilməsi lazım olan mühüm geosiyasi siqnaldır. Belə, dəyərli tamaşaçılar, bizi izlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyənməklə bizi dəstəkləyə bilərsiniz. Sağ olun, gələn görüşlərədək.